Salam. Salam. Necəsiz? Çox yaxşı. Xoş gəlmisiniz. Bu günləri bizim sevimlimiz Ceyran Gözlü xanımımız Şəbnəm xanım Tovuzlu gəlir. Sağ olun. Düz bir il öncə Şəbnəm xanım bizə müraciət etmişdi. Heç bir kosmetoloji prosedur etmədən, heç nə etmədən düz bir il öncə Nigar xanıma müraciət elədi. Və gələn bütün pasientlərimiz də kim içəri keçir, telefonda ilk növbədə sizin şəklinizi göstərir və deyirlər ki, bizə Şəbnəm xanımın Ceyran gözündən və masseter botoksından edin. Üzünüzün Çox dəyişiklik olmuşdu məndə. O yüzden insanlar onu tez fərqinə varmışdılar. Siz o Ceyran göz prosedurunu eləyəndə, masseter edəndə necə sizə komplimentlər dedilər, necə qarşılandınız? Xanımlar tərəfindən çox bəyənildi və bütün xanımlar soruşdu. Hansı kosmetolog və necə ağrılıdırmı, necə prosedurdur biraz bizə. Çünki insan var ki, ağrıya dözümü yoxdur. Hətta sual da verdilər ki, yəni bütün xanımlara maraqlı olan o idi ki, bu əməliyyatla başa gələn prosedurdur, yoxsa ki, yəni botoksla və ya dolgu ilə olma bir şey. Onlar başa saldım ki, bu Nigar xanımın əl işidir və Nigar xanım hər zamanki kimi xanımları incitmir. Çox asan bir yolla bu cür gözəl, ceyran gözə sahib olursunuz. Hətta mənə çox yaraşmışdı. Üzümdə incəlik apardı, üz gərmədə. Masseter botoks elədi sizə? Az qədər botoks etdi. Və gözaltı dolgular, məsəl üçün, yorğun oluram, işdən geç gəlirəm, bizim işimiz elədir ki, çox yuxusuz qalırıq, yorğun oluruq. O yüzden gözaltı qaralmalar olur. Buna görə də çox gözəl bir prosedurlar etdi. Üzümdə demək olar ki, rəngim çox açıldı. Hər kəs tərəfindən maraqlı idi və mən hər zamanki kimi Nigar xanımı özüm üçün demək olar ki, tək bir kosmetolog seçmişəm ki, mənim üçün bu həyatda tək bir kosmetolog varsa, o da Nigar xanım.